var ki, məsələn, narkoman cəmiyyətdə həmən seçilir, hansısa bir müəssisədə, hardasa xarici görünüşü, fiziki hərəkətləri zadı özün bildirir deyəndə bundan uzaq dururlar. Amma iqramanın cəmiyyətin içində özü maskirovkası da çox güclü olur. Yəni geyimi, keçi, üzü, başı qırxılı, rəngi, ruhu yerində. Qardaşımız indi var bizim iqramaniyadan əziyyət ki, hal-hazır yəni mütəxəssis kimi yanımızda da çalışır. İstərdim ki, ona da bir-iki suallarını cavab verək. Anladım, çox gözəl yerə toxundunuz. Biz iqamanların inancları var da. Biz bu inanclara da 10 dənə inancımız var biz iqamanların. Bu inanclar bitməyənə kimi biz o inancları atmağa başlayırıq. Məsələn, birinci addım atırıq, birinci inancımızı eləyirik. Bu alınmadı, keçirik ikinci inanca, üçüncü inanca, 4, 5, 6, 7, 8. Ona kimi bu inanclar gedir bizdə. Bu inanclar gedib bu insan qurtarılmasına yaxında biz yanamırıq. Mən bunun mərkəzinə alıram. Biz iqamanların məsələn digər asıllardan fərqi odur ki, bizim məsələn narkomanın və alkoqolun 10 ilə 15 il artıq şey bizə bir ay kifayət edir bunu dağıtmağa. Və bu inancdan qurtarmaqda bizim yəni burada əsas məqsədimiz odur ki, mən digər asıl qardaşlarıma çatdırmaq istəyirəm ki, iqamət bu inancları biz onsuz da konspekt şəklində yoldaşlarımıza göndərəcəyik ki, yəni ayırsınlar. Bu sadəcə bir saxta inancdır. Özümüzə patladığımız illüziyadır, idealizmdir. Sadəcə yəni biz bu inancdan aslında bata-bata gedirik biz cəmiyyət içində və bir müddət sonra bu inanclar bitdikdən sonra iqaman çıxılmaz vəziyyətdə olur. Çıxış yolu var, prosta artıq onu görmür. Nəfs onu artıq intihara sürükləyir və canına qəsd edir. O bilsən nə deyirlər? Həmin o 10 dənə inanc deyirsən. İndi bizdə ona illüziyalar deyirlər. Yəni narkomandır, başı asılı adamın 10-11 dənə illüziyası var. Həmin bu illüziyalar özü səni özünü inandırır ona. Sənin məsələn hansısa bir atdığın, sənin səhv elədiyin hansısa bir səhv hərəkəti o səni don geydirir. Sən də ona inanırsan. Ona görə bu ki uzun müddət gedir deyənə, uzun müddət davam eləyir deyənə, sən cəmiyyətin içində hər tərəfdən yəni inam, etibar, bir çox şeylər itirirsən, borca düşürsən, nə bilim, məcbursan cinayətlər törətməyə, kimisə aldatmağa, kimdənsə pul atmağa, nə bilim, kredit götürürsən. Yəni belə şeylərdən baş verir deyənə cəmiyyətdə tam çöküş olur. Yəni həm də ki ondan da məsələn narkoman bilir ki, məsəl üçün deyək də 1000 manatlıq borcu varsa, bu borcu bu narkotik istifadə eləyə qaytara bilməz. Amma qumarbazın hardasa gör necə allada bilir ki, yəni sən bir dənə knopka vurmaqla, nə bilim, nəsə bir şey orada koeffisient nə deyə yazıb verdikcə sən bir günün içində, bir saatın içində sənin elə ki 5 ildir, 4 ildir, 3 ildir oynadığın, itirdiyin o 100 min, 50 minin də hər bir şey var da, yəni oyun dərəcəsi var. Yəni o qədər uduzluqlar var, o qədər problemlər var. 1 saata, 1 dəqiqəyə, nə 10 saata, 5 saata həll eləyəsən. Ona görə də bu aldatmalar davamlı şəkildə gedir. Axırda sənin gəlir həyatın elə bir dənə küncünə diriyir ki, o dirənişdən çıxış yox. Sən təsəvvür edirsən 10 dənə inanc var. Təsəvvür et, hər bir inancın sənin iflasa uğrayır. Axırda gəlirsən ki, sən özünü uduzmuş hesab edəndə nə eləməlisən? Ya it boğazına keçirirsən, ya özünü yüksək bir mərtəbəli binadan atırsan, ya zəhərləyirsən, ya 50 cür yəni şeylərə əl atırsan da, yəni, variantlara. Biz iqamana başlayırıq oynamağa. Bir müddət üçün iqamana onu deyir, məsələn, oynadım, rahat gəlir mənbəyi kimi baxır ona. Ki, heç nə eləmirəm, oyundur, kapsiyonu deyirəm, analiz edirəm. Bir müddət sonra başlayır, məsələn, bizdə oynamaq, uduzmaq. Bir müddət sonra bizim üçün uduzmaq böyük bir əhəmiyyət. Sadəcə başda bir şey var, sadəcə oynamaq. Məsələn, bizdə bir şal alır da orada. Bəli, bizdə belə bir sosial həyat tərzinə çevrilir. 100%. Həyat tərzi. Bax, bir şey də vurğulamaq istəyirəm. Bax, bir var ki, əyləncə xarakterdir. Yəni mənim özümün tanıdığım, mənim çox dostlarım var. Məsələn, futboluna baxırlar, at oyunlarına baxırlar, qaydasız döyüşlərə baxırlar. Onlar əyləncə xarakterlidir. Baxır ora heç nə, yəni analitikdə insan neçə illərdir futbola baxır, hansısa bir şeydə maraqlı qoyur. Yəni orada bitdi. Bununla da bitdi, yəni əyləncə xarakteri. Ya mənim tanışlar var, gedirlər hansısa bir xarici ölkədə istirahətə gedirlər, otelin daxilində kazinolar da var, oyun aparatlar. Bu əyləncə üçün, amma asıllıq tamam başqa şeydir. Səndə asıllıq xəstəliyi var ki, səndə yəni əyləncə işləmir də, tormuz işləmir. Və sənin bu inancların, o 10 dənə inanc dediklərini aparır sənin axırda həyatının idarə olunmazlığını edir. Sənin bütün həyatının sferalarını çökdürür. Axırda da iflasa uğrayırsan da, yəni həyatın idarə olunmaz olur və sonu nədir? Türmə, ölüm və xəstəxana.